Kolit, yoğun bağırsağın iltihabı. Bəzən xoralı kolit və kron xəstəyi ilə də rastlaşa bilirsiniz. Tez-tez ishal baş verə bilir, həmçinin qanlı ishal, selikli ola bilər, qarında ağrılar ola bilər, ağız içi yaralar, nəinki ağız içi, elə ağızdan düz bağırsağa qədər belə yaralar ola bilər. Kolit sadə şəkildə müalicə olunur. U tindi və qara qınıq hərəsindən bir çay qaşığı götürüb üyüdülmüş formaya gətirirsiniz. Bir stəkan qaynar suda 15 dəqiqə dəmləyirsiniz. Gündə 2 dəfə yeməkdən 20 dəqiqə öncə daxilə qəbul edirsiniz. Əgər ulserativ kolit və kron xəstəliyi varsa, bu zaman bitkiləri daha fərdi şəkildə qeyd edirik. Əgər ishal daha azdırsa, biz bağırsağın motorikasını yaxşılaşdıran müalicə aparırıq. Yox, əgər kimdəsə ishal çoxdursa, bağırsağı daha çox yığacaq büzüşdürücü bitkilərdən, məsələn, ada çayından, gülünbahardan istifadə edə bilirik. Kolit xəstəliyi sadə şəkildə müalicə olunan xəstəliklər qrupuna aiddir. Nə yeyirəm, şöp oluram, şişkin olur, bağırsaqlar sözünüzə baxmırsa, bağırsaqları təbii üsullarla müalicə etmək mümkündür.